Salam əziz Səda televiziya izləyiciləri. Bugün Bakıdan bura gəlməkdə məqsədim mənə məlumat çatdı ki, burada bir ana, bir bala ev eşikləri yoxdur, gəlib burada qəbirstanlıqda yatırlar, gecələyirlər. Gündüzlər gedib buradan tikə çörək tapıb qarnlarını doyundururlar və gecə gəlib burada yatırlar. Bu gördüyünüz qəbirstanlıqda bu günbəzin içində gecələr yatırlar. Bu ziyarətgahda bir ailə yaşayır, ana bala. Gəl. Salam əleykum. Aleyküm salam. Necəsiz? Belə də. Siz burada yaşayırsınız? Hə. Bizə xəbər gəldi ki, bir ana bala burada qəbirstanlıqda yaşayır, evlər, eşikləri yoxdur. Biz də Bakıdan durub gəlmişik. Doğrudan bu belədir ya yox? Hə. Kimlə yaşayırsan burada? Qızımla. Qızınla. Hə. Eviniz, eşiyiniz yoxdur sizin? Yox. Heç əvvəldən olmayıb, ya var? Var idi, uçdu. Evimiz uçdu. Uçdu, gəldik, həmən yerdən tutduq, gəldik. Svetlizariyada qaldı. Elə bir orada tikdim atdım, üstüm bağlaya bilmirəm qıza görə. Qızım ora-bura aparıram. Qızın da eşitdim xəstədir. Nə xəstəsidir qızın? Bilmirəm, buradan ağrı vurur, başını belə bir xəstədir. Ruhu xəstədir, nəsə psixoloji xəstədir, yəni. Dəqiq deyə bilmərəm, məlumatım yoxdur. Yaxşı, burada niyə yaşayırsınız? Burada qəbir, buradan qorxmursunuz siz axşamlar? Də qabağında işıq yanır, ona görə yatırıq burada. Heç yerdə işləmirsən və nə ilə dolanırsınız siz? O budur, gətirib verir, çörəyimizi yatırıq. Tanıyanlar gəlib çörəyəcək. Qızın haradadır? Çöldədir. Çöldədir? Alaq təmizləyir. Siz kiməsə müraciət eləmişsiniz, dövlət nümayəndələrinə, kimlərəsə? İcra hakimiyyətinə gedirəm, qoymurlar. İçəri buraxmırlar? Yox. Və nə deyirlər ki? Getir kənd sovetinə, onunla nə bilim nə, hərə ora-bura atır. Get Xoşqədəmin yanına, Xoşqədəm sənə dam verər, girərsən onun içinə. Deməli, dövlət qalıb sizi Xoşqədəmin yanına göndərirlər ki, get Xoşqədəm sizə əlac eləsin. Hə, icra hakiminin kişiləri dedi mənə. Cəlilabadın icra hakiminin kişiləridir. Bu ana bala gecənin bu yarısında, hansı ki gündüzlər bura vahimə basıb, bura girmək olmur. Bunlar gecələr burada yaşayırlar. Ac, susuz, gözləyirlər ki, kimsə gətirib bunlara bir tikə çörək verəcək. Ondan bunlar yaşayacaqlar, dolanacaqlar. Doğrudan da ürəyindən bir şeydir. Həqiqətən mənim ürəyim ağrıdır. Bu qəbir kimin qəbiridir? Latın dilində yazılıb. Seyid Mir Məhəmməd Kərim ağa. Hə. Allah rəhmət eləsin. Yaxşı ki, o qəbrində də olsa sizə sığınacaq verib. Hə. Salam. Sən burada yaşayırsan? Burada yaşayıram, hə. Və niyə eviniz yoxdur sizin? Evimiz yoxdur, yox. Burada yatırsınız axşamlar. Akşamlar burada yatırıq. Adın nədir sənin? Sadə. Səadətdir. Qızım, Hə. burada qorxmursunuz siz axşamlar yatanda? Qorxuruq. Getməyə başqa yeriniz yoxdur, heç kiminiz yoxdur sizin? Gedmə heç kimimiz yoxdur. Başqa yerimiz yoxdur. Atasız uşağa heç kimim yoxdur. Bəs siz nə ilə dolanırsınız? Hardan çörək qazanır? Neyinirsiniz? Nətər? Hardan çörək tapıb yeyirsiniz siz? Heç nə, elə çöllərdə qalırıq. Çöllərdə yaşayırıq belə. Ay Allah, ay Allah. Dünyanın bu vaxtında bunlar. Səadət, sən biri harun ağrıyır sənin? Ben sıxılır, vurur ürəyə. Ürəyə vurur, sıxılır. Ha. Üç qəbir bədənin mütəmmizi başla əlaqədir gedir. O istər varanda nətər? Özündə olmursan sən? O çöllərə qaçıram, cəmaatı yavaş şəkildə görürəm. Bütün millətin üstünə cumuram, anamın üstünə cumuram, durduğum yerə cumuram. Belə şeylər olur məndə. Birdən-birə gəlirdi o sənə? Birdən-birə gəlir, hə. İndi yaxşısan bu dəqiqə? Hə, yaxşıyam, ocağa getdim, yaxşı oldu. Ocağa getmişdin. Hə, sarı saydan, nəzir boylanmışdım, onu vermədim, məni həlak edirdi. Çoxdan boylanmışım, bir ay bundan qabaq. Kimi həlak edirdi səni? Elə o... Yuxuma girirdi? Yuxuma girdi, dedi, nəzir boylanmışsan, verməmsən, zərarını çəkirsən. Getdin, verdin, düzəldin? Getdim, verdim, düzəldim. Hə, şükür Allah, şükür Allah. Həmin canımdan çıxartdı. Sən belə üşümürsən sən? Nə? Üşümürsən sən bu belə? Şuna deyəndə... Əlinin paltarı yoxdur sənin?
Əynim paltar deyəndə mən çöllərdə yaşayıram da. Ay Allah, ay Allah, ay. Bizim bu Azərbaycan milləti o qədər həqiqətən yaxşı millətdir. Qayğıkeş millətdir. Mən inanıram ki, sizi bu vəziyyətdə görən insanlar sizə öz yardım əlini uzadacaqlar. Allah qoysa. Çünki mən bu xalqımı tanıyıram. Bu xalqım belə insanları heç vaxt qoymayıb darda qala.